Və sən deyirsən, Elhamdülillahi Rabbil aləmin. Həmd olsun aləmlərin Rəbbi olan Allaha. Tək insanın yox. Aləm və o həşəratlar, o heyvanlar hamısı o aləmdən bir parçadır. Hamısı aləmdir. Yəni bütün varlıq aləmi. Deməli onları yaradan və onları tərbiyə edən, hansı nə üçün yaşayır, hansı nəyə qulluq edir, hansı nə etməlidir, onlara öyrədən Allahdır. Hamısı Allahın izni ilə, Allahın onlara təlqin etdiklərini yerinə yetirir. Və təbii ki, bu heyvanların, bu həşəratların hamısının təbiətin nizamında hamısının bir rolu var. Yəni bunlar boş-boşuna yaranmayıb. Bəziləri, məsələn, o təbiətdə olan zərər verici şeyləri dəf etmək üçündür. Bəziləri ümumiyyətlə təbiətdə o qida zənciri deyirlər, onu təmin edir. Bəzi həşəratlar olmasa ümumiyyətlə torpaqda minerallar, münbit şərait olmaz. Hətta bəzi torpaqların münbit olması üçün o həşəratları gətirib tökürlər. Qıraqdan hətta pulla alırlar. Adi bir misal deyim, bu real baş verən hadisədir. Deməli, 1958-ci ildə olub Çində sərçələrin qətliyamı. Deməli, Çində dövlət tərəfindən belə bir qərar verilir ki, bu əkin sahələrinin inkişaf etməsi üçün, yaxşı bar verməsi üçün, xüsusən taxıl, buğda və s. bu sərçələri məhv eləmək lazımdır. Hətta bəzi mənbələrdə gəlir ki, nə qədər sərçə gətirənə, məsələn, tutaq ki, 5 kilo sərçə ölüsü gətirənə bu qədər pul, mükafat. Hətta həvəsləndirici olsun deyə. Uşaqdan böyüyə, ham başlayır sərçə qırğınına çıxmağa və bu təxmini 4 il davam edir ümumilikdə. Yəni 58-ci ildən 61-62-ci illər arası. Əsasən də 1 il. Və nə qədər sərçə öldürürlər? Məlumatlar müxtəlifdir. Ən az deyilən rəqəm 20-30 milyondur. Və sonra nəticə nə olur? Nəticə bu olur ki, deməli 63 ya 64-cü ildən sonra deməli bütün tırtıllar, çəyirtkələr həmin taxıl sahələrini basır. Sən demə onları saxlayan, onların qabağını alan elə bu sərçələr imiş. Və elə olur ki, bunlar un əldə eləmək üçün buğda tapa bilmirlər. Və neçə il aclıq olur. 15 milyon ilə 55 milyon arası adam ölür. Yəni ən az deyilən 15 milyondur. Hələ ən azı götürək, yəni dəqiq olan, yəqin. 15 milyon. Amma çox olub. 30-40 bəzi mənbələrdə gəlir, 50-55 milyon adam ölür o azlıqdan. Hətta bəziləri maraqlı bir ifadə deyirlər. Deyirlər, 20 milyon sərçə öldürdülər. Çünki bayaq mən dedim ki, ən az rəqəm bunu deyiblər. 40 milyon isə adam öldü. Öldürdükləri sərçələrin 2 qatı adam öldü. Və sonra Çin hökuməti məcbur olub kənardan pul verib sərçə gətirirlər. 100 minlərlə. Hətta o təbiətdə olan o nizam öz yerini tutsun deyə. Bu ən gözəl misaldır. Yəni baş vermiş bizim dövrümüzdə. Və bu cür Allahın yaratdığı məxluqlar içərisində əbəs yerə, boş yerə bir məxluq yoxdur. Hamısı Allah Azza və Cəllənin əmri ilə və Allahın izni ilə və Allahın istədikləri şeyi yerinə yetirən heyvanlar, həşəratlar, məxluqlardır. Ona görə Uca Allah buyurur ki, İnnə kullə şeyin xaləqnəhu bi qədər. Biz hər bir şeyi öz miqdarında, öz qədərində yaratmışıq. Nə az, nə çox. Hətta yerə enən yağış da belədir. Nə miqdarda yağış yağır, o miqdarda da yağış buxarlanır. Və bu cür dövr edir. Allah Azza və Cəllə bu nizamı qoyub. Bizdə deyirlər təbiət qanunları. Bəli, təbiət qanunudur. Bunu heç kim inkarləmir. Yəni, Allah Azza və Cəllənin təbiətə qoyduğu qanun. Burada nə var ki? Təbiət qanunu. O qanunu təbiət üçün kim yazıb?
Bu qanunu təbiət üçün kim təyin edib? Allah Azza və Cəllə. Belə.